Sahidə xanım, mən ilk öncə sizə bu gözəl ayda, Novruz bayramının, Ramazan bayramının bir-birinə qarışdığı ayda belə gözəl addım attığınıza görə, nümunəvi addım attığınıza görə sizə təşəkkür edirəm. Allah ürəyinizə görə versin. Sizin bu uşaqları sevindirməyi biz nəyə desəz deyər. Var olun. Çox sağ olun İsmail bəy. Allah sizə də var eləsin. Allah siz də əziyyət çəkib gəlmişsiniz. Həqiqətən də bu gözəl bir ayında belə bir uşaqları yad eləmək lazımdır. Allah bu uşaqların üzərində hər gün əziyyət çəkənləri Allah saxlasın, Allah qorusun. Birinci onu demək istəyirəm. İkincisi də onu demək istəyirəm ki, həqiqətən də mən tək özüm işim deyil də bu. Sağ olsun Xəyalə xanım, çox dostlarımız, çox tanışlarımız dəstək oldu bizə. Mən 50% eləyəcəkdimsə, onların şərəfinə mən yəni elə bil ki 200% elədim. Allah var eləsin, Kəmalə xanım nömrə 1'dir. Allah qorusun. Gözəl-gözəl bağlarını qoruyur. Ben birinci dəfədir mən eşidirəm ki, yəni belə bir tərbiyəli, belə bir qanacaqlı, həqiqətən də heç mənəm deyən valideynlər belə böyüdə bilmirlər. Amma var olsun. Uşaqları da çox sevirəm. Hər zaman Allah mənə güc versin, Allah mənə ruzu versin. Mən təşkilatçı olmaqla hər zaman buralara, belə yerlərə gələrəm. Uşaq evlərimə, demişəm, Allah bütün əskərlərimizi qorusun. Şəhid ailələrinə söz vermişəm ki, mən bir köpüksüz gedib valla oxuyaram. Yani çünkü niye? Mənim də gücüm bunu çatır. Yəni, hər bir gücü çatdığını eləyir, var olun. Allah var eləsin, həmişə ruzu bol olsun ki, mənə də dəstək olurlar. Gel yüreğime sarıl, aileyin biri var, dostlar tanrım, sensiz hayat ölümden de beter, yüreğimde biri var, sensiz abim yeter. Hazırız. Cengimiz gelir. 3, 2, 1, kaçtı. Ay bana lazımdır. Stop, sakla. Bana yeni sürmem sizde ya. Bu yazı olanlar niye söndürsünüz burada? Sen nefesini söyle, nefes kalır özgürler geçsin. Havasına bile bile koyun beni yana yana. Andola ki içimizi yaradana. Geldi bir ananın